30 illik işğal altında olan torpaqlarımızda bugün Azərbaycan bayrağı dalğalanır. Bu bayrağın dalğalanması hərbiçilərimizin canı qanı bahasına oldu. Qələbəmizdə öz payı olan hərbiçilərimizdən biri də əsgər Məmmədov Xəyal Xaliqoğludur. Əslən Füzuli rayonunun Qərvənd kəndindən olan Xəyal Məmmədov 2001-ci il fevralın 12-sində Sumqayıt şəhərində anadan olub. Xəyal Məmmədov Füzuli rayon Zobcuq qəsəbəsi 126 sayılı tam orta məktəbdə 1-ci sinifə gedib. Təhsilini başa vurduqdan sonra Xəyal Məmmədov həqiqi hərbi xidmətə yollanır. Xəyal hərbi xidməti dövründə hərb elminin dərinliklərinə yiyələnir və öz dədə-baba torpaqlarının düşməndən azad edilməsini səbirsizliklə gözləyirdi. Nəhayət, Xəyalın arzusu gerçəkləşdi. 27 sentyabrda başlanan əks-hücum əməliyyatlarında iştirak edən Xəyal Məmmədov pulemyotçu kimi bir neçə döyüş tapşırığında xüsusi qəhrəmanlıq göstərir. Xəyal Məmmədov Vətən müharibəsi zamanı dədə-baba torpağı olan Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək oktyabrın 16-sında qəhrəmancasına şəhid olur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Xəyal Məmmədov Vətən uğrunda Cəsur Döyüşçü medalı, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə medalları ilə və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilib. Xəyal Məmmədov Füzuli rayonu Araz Dilağarda kənd qəbirstanlığında dəfn olunub.